Amerika Birləşmiş Ştatlarının gecə yarısı çəkici əməliyyatı ilə İranın nüvə obyektlərinə zərbələr endirməsi maraqlı faktlar ortaya çıxarıb. İlk növbədə İranın istifadəsində olan Rusiyanın hava hücumundan müdafiə sistemi çarəsiz qaldı. Bu reallıq İranın müdafiə ümidlərini qırdığı kimi Moskvanın da özünə inamını sarsıtdı. Bu sözlər The Telegraphda yayılan yazıda qeyd olunub. Bildirilib ki, Rusiyanın güclü reklam etdiyi S-300, S-400 və S-500-lər Qərbin müasir silahları qarşısında acizdir. Bu, dünyanı hörümçək toru əməliyyatı ilə təəccübləndirən Ukraynanın xeyrinədir. Çünki Kiyev Avropa və ABŞ ilə hərbi əməkdaşlıqdadır. Rusiyanın ən yaxşı silahları isə Qərb texnikasına uduzur. İrana endirilən aviazərbələr bunu bir daha təsdiqlədi. Məqalədə Rusiya prezidenti Vladimir Putinin də hədəfə çevrilə biləcəyi məsələsi qabardılıb. Çünki İsrail və ABŞ-nin qara siyahısında olan bütün İranlılar 11 gün ərzində öldürüldü. Ukrayna isə hörümçək toru ilə Rusiyanın daxilində də əməliyyat keçirmək iqtidarında olduğunu isbatlayıb. Əgər Vaşinqton Kiyevi də İsraili silahlandırdığı qədər gücləndirmək qərarına gəlsə, bu Ukraynadakı savaşda həlledici mərhələyə çevrilə bilər. Putin bunu bilir və ona görə də danışıqlar barədə tez-tez mesajlar ötürməyə başlayıb. ABŞ-nin İrana hücumu isə yalnız Tehran üçün verilən siqnal yox, həm də Moskvaya xəbərdarlıq idi ki, müasir müharibədə hər şey texnika həll edir. Yəni Qərb Ukraynanı tam silahlandırsa, Rusiyanın kapitulyasiyadan başqa yolu qalmayacaq, deyə məqalədə bildirilib.